Salam dostlar. Bugün sizinlə nağıl oxuyacağıq. İndi uzanın yerinizə, gözlərinizi yumun və qulaq asın. Biri var idi, biri yox idi. Bir dəyirmançı var idi. Onun 3 oğlu var idi. Bir gün dəyirmançı öldü. Böyük oğlu dəyirmanı götürdü. Ortancıl oğlu eşeğə yiyələndi. Kiçik oğula isə bir pişik qaldı. Kiçik oğul qüssələndi. Pişik mənim nəyimə lazımdır, dedi. Heç mən özüm yeməyə bir şey tapmıram. Bu vaxt pişik ona dedi. Ağa, heç qüssələnmə. Yaxşı olar ki, mənə bir şilyapa və bir cüt çəkmə tapasan. Oğlan pişiyin dediklərinə əməl etdi. Pişik təzə paltarını geyinib ova çıxdı ki, ovladığı quşları şəhzadəyə aparsın. O ovladığı ovu şəhzadənin stolunun üzərinə qoydu və dedi. Bu sizə Markiz Karabasdan hədiyyədir. Bir gün pişik öyrəndi ki, şah öz gözəl qızı ilə çayın kənarına gəzməyə gedir. Tez özünü ağasının yanına çatdırdı və dedi. Tez ol, get çayda çim. Qalan işləri mənim öhdəmə burax. O oğlanın paltarlarını gizlədi, qışqırmağa başladı. Kömək edin, kömək edin. Markiz Karabas çayda boğulur. Şah pişiyin bu qışqırığını eşitdi və əmr etdi ki, Markizi xilas etsinlər. Sonra isə əmr etdi ki, onu gözəl geyindirsinlər və karetəyə oturtsunlar. Daha sonra şah sağ olsun deyə pişik şahın qabağında baş əydi. Markiz Karabas sizi öz sarayına dəvət edir. Pişik özü isə qabaqda qaça-qaça onlara yol göstərdi. Şah yolla gedərkən onunla rastlaşan kəndlilər ona baş əyirdilər. Şah onlardan soruşanda ki, bu çəmənlər, bu düzənliklər kimindir? Onlar cavab verirdilər. Markiz Karabasandır. Çünki çəkməli pişik onları belə öyrətmişdi. Bu anda pişik özünü gözəl saraya çatdırdı. Burada adam yeyən yaşayırdı. Hansı ki, o bütün çəmənliklərin, düzənliklərin ağası idi. Mən sizin haqqınızda çox eşitmişəm, deyə pişik adam yeyənin qarşısında baş əydi və dedi. Mən çox təəccüblənirəm ki, siz vəhşi heyvanların cildinə necə girirsiniz? Bəli, mən bunu bacarıram. Bunu deyərək adam yeyən vəhşi aslanın cildinə girdi. Pişik yenə dedi. Bu doğrudurmu ki, siz vəhşi heyvanların cildinə girməklə bərabər, həm də balaca heyvanların da cildinə girirsiniz? Məsələn, lap elə sıçan cildinə. Mən buna inana bilmirəm. Mümkün deyil. Onda bax, deyə adam yeyən səsləndi. Elə o dəqiqə aslan sıçanın cildinə girdi. Pişik fürsətdən istifadə edib sıçanı tutub yedi. Elə bu vaxt şahın karetası saraya daxil oldu. Pişik cəld şaha baş əyib dedi. Markiz Karabasın sarayına xoş gəlmisiniz. Şah saraya valeh olmuşdu və o saat Markizə təklif etdi ki, onun qızı ilə evlənsin. O gündən pişik burada sayılan ağalardan biri oldu və öz keyfi, əyləncəsi üçün hərdən sıçan ovuna da çıxırdı. Görürsünüz dostlar, həyatda belə bu pişik kimi ağıllı olmaq lazımdır. Hər şeyi qabaqcadan düşünmək, hər şeyi qabaqcadan etmək, tənbəllik etməmək lazımdır. Və vaxtı çatanda da yuxu saatında yatmaq lazımdır ki, enerjini toplaya biləsən, gücünü yığa biləsən və sizdən daha güclü insanları məhv eləyə biləsən.